Starix'ten bir şey var, onu götürün. Onu öyle bilin ki orada kupon almaq üçün, skidka endirim üçün hərdən 3 nəsə sifariş verirsən, ondan sonra özün gəlib götürürsən. Gələn dəfəkin də vallahi bilmirəm hara salıblar. Əvvəllər yaxşıydı, bizim yanımızdaydı filialda, 1 kilometr aşağı. İndi yox. Görək varmı? Sən balkona çıxanda görürsən ki, səhərində, ona görə belə giyinmişəm. Mən kimi 1-2 nəfər də var elə, amma indi görürəm ki, elə bürküdükü. Demək, adi günlərdə Starix, 1-5-ci günlərdə, bazar ertəsi cümə, saat 9-dan 19.30-can işləyirlər. Ya 14.30-dan ya 14-dan 15-can fasilələrdir. 6-cı günlərsə 5-ə qədər işləyirlərmiş. Yox, birinci gün gələrəm, problem yox. O, bir-iki də elə şey, adətən kuryer gətirir. Sadəcə deyirəm də, kupon olanda gərək evə sifariş verəsə, özün qeyib gətirəsən. Ona görə hava sərinidir, yoxsa ölürdüm bürküdə. Səlimlə gəldi yenə Papa Johnsa, pepperoni rollardan sifariş vermişəm. Gətirsinlər, gördüm Səlim dartınır ora tərəf. Səlim bizdə kişidir, restorana gedilmək üçün. Rollarını gözləyəcəm, arka baxı tam yemək gəldi ondan başqa. Pepperoni rollar geldi, pepperoni pizzasının da adını verir. Maşının sərgi festivaldır, nədirsə belə bir şey olmalıdır. Hadi orada. Keçən il bu İçəri şəhərdə olmuşdu, hatırlayırsınızsa, çəkmişdim şəkillərini. Nə tez keçdi bir il ya. Gəlin bir maşınlara baxaq. Səlim müəllim icazə verirsə çəkəcəm. Əgər izin verərsə Səlimcik. Gəlin, çalışacağım sizlərə maşınları çəkməyə. Gel görək. Burada şəkillər var, maşınlar var. Müxtəlif illər, müxtəlif modeller. Gəlin, ora gedə bilmirəm, oranı böyüdüm çəkim sizin üçün. Kişilər keçsəydi ki, baxardıq. Baxın, orada qədim modellərdən tutmuş Porsche'si var. Vazı var. Biraz aşağı salaq görəsiniz. Vaz var. Burada qəşəng. Burada Porsche olmalıdır. Burada da vaz var. Vazda da Volga var. Bunların da bir vaxtları var idi. Hərəmlarda olmurdu maşın. Moskviç olmalıdır, yanılmıram. Mən uşaq olanda bu yox idi. Bu Gaz 24'də dəyişmişdi bunlar. Soruşdum, dedi 63-cü ildir. Mən 74'deyəm. Ona görə baxaq. Moskviçdir bu, yanılmazsa. Arkaya heç mama qurban. Arkaya ilə qaqaş düzəltsin. Səlimə deyir, arkaya Səlim başa düşmür. Burada Moskviç var. Moskviç neçənci ilində? Gaz 24 olmalıdır. 24 olmalıdır bu. Bu artıq mən uşaq olanda var idi. O deyəsin Zaporojets'dir, bilmirəm dəqiq oxşamır. Yox, Zaporojets deyir. Zaporojets oxşuyur, amma yox şeydir. Nə deyirlər ona? Adı adından çıxdı. Xarici maşındır. Adını deyin mənə. Hatırladım, Mini Cooper'da hatırladım adını, Mini Cooper'da. Geçen de Kıdımhaneden böyle geçen maşın olan Mini Cooper. Geçen de gitti. O Mini Cooper'da hatırladım adını. Porsche olmalıdır Mini Cooper'ın yanında, yine de Volga'da. O Jiguli olmalıdır, bilmirəm 06'dır yani içerisi. Bence 06 Jiguli'de kol gelen vaxtlar var. Gəlin göstərim. Orada qəşəng. İndi deyəsən yürüyüşə çıxırlar, gedirlər ora. Oradan gedirlər Yakkıva tərəflə harcasından gedirlər tezdə. Sürürlər bir-bir. Size göstərməyə çalışıram. Adamlar çoxdur çəkmək. Kırmızı maşını göstərməyə çalışıram.
və hörmətli, fərq etməz, bulvardadır, hardadır. Kalaska uşaq arabası ilə gəzən valideynlər, atalar, analar, xalalar, bibilər, nənələr, babalar, qardaşlar, bacılar fərq etməz. Bu kalaskanı sürəndə insanların üstünə sürməyin. Üzərinə sürdüyünüz insan da şokda olur. O uşaq arabasında olan uşaq da şokda olur ki, mən hara düşürəm, mən hara gedirəm. Şok. Və bu sizə heç bir hüquq vermir ki, insanların üstünə nə olsun ki, əli uşaqlısınız. Bu arada yol böyüyündür. Su kiçiyin. Yəni, indidən o uşaq arabasında olanları insanları əzib keçməyə öyrətməyin. O uşaq üzərində getdiyiz adamdan da çox şokda olur. Belə qalır uşaq ki, məni hara sürdülər, bu harada oldu. Uşaq da anlamadan şoka düşürür, şokda. Sizin hal-hazırki fenomeniniz demək, dediyi kimi bloger olmaq çox çətindir. O markasını artırmaq üçün deyirdi, mən həqiqətən deyirəm. Səlimlə çəkməyi vəhşi çətindir. Hələ adamlar da elə durmuşdular ki, üzərlərindən çəkmə olmaram. Bacardıqca çəkdim. Keyfiyyətsiz alınsa da üzürlü sayın. Səlimlə McDonald's-dır. Səlim karpuz deyil. Vəçnə doldurmaların adını səsələm. Flori. Tapmışam albalı. Vişnya. Azərbaycanca albalıdır. Vişnyalara baxın. Necə vişnyadır, hə. Əvvəllər Bakıda dolu idi belə ağaclar. Sonra o navastroykalara görə söktülər hamısını. Bir nəyə tapmışam? Hello. Gedirəm Starix'dan götürməyə. Başladı mən 28'e getmək fikrim yox idi. Amma indi gedəcəm 28'e. Sarkaçın ikinci hissəsi gəlib. Onu da götürməyə. Nəysə qaçdım mən. Gün açkimdə qalıb. Götürdüm Starix'dan. Kuponlar üçün verilənlər idi. Hə. Bir məhsulu qaytarırdım. Yazılar qalsın məhsul səndə. Məhsul səndə qalsın. Pulunu ödəyəcəyik. Həşərat qorxudan idi. Xalam üçün eləmişdim. Açıq qanat falan taxırsa qorxudu. Xalam istəmədi. Qaytarırdım. Heç kim yazması lazım deyilsin, elə verin də. Sosial media bilənçilərdə mənim veriləcək heç nəyim yox. Pulunuz yoxdursa, gerçəkdə pulunuz yoxdur. Yəni ki, telefon, planşet falan, internete girməyə megabaytda pulunuz yoxdur. İnternetdə də pulunuz yoxdur. İnternetdə bundan nəsə istəmək yerinə gidin, pulunuzu qazanır. Hamiyə aid deyil, o bəzi oturubları mənə ver. Biri peşman olur desin ki, mən məsəl ki, bunu işlətmirəm, kiməsə verəcəm. 7777 aylıq götürür kosmetika üçün saçını alır. Ayıb deyil. Utanın, valla. Sivakiki deyəm, bu da var, amma mən bunu götürdüm Səlim üçün. Artıq çıxaltmağı da var. Baxın buradan. Bunlar daha çox xoşum gəldi. 10 manat, 9 manat, 99 qəpik. Amma başıma taxdım. Hələ ki, arxasını açıb düzəltmədim. Taxdım. Qəşəng də xoşum gəldi, hər şeylə tutub. Kaçın ikincisini taxdım. Göz bağı axtarırdım. Bu Saka və Sanrı'nın orada əmiləri olur. Onun oynan yoldaşlığının əhvalatıdır. Globusdan tapdım. Mən də elə biləm ki, Globus elmlərdən Globus bura birdir. Deyir, o bizim adımızdan istifadə edir, ayrıdır. Bizim filialımız Zəkadır inşaatçılarda. Gördünüz, burada da gələnmirsiniz. Zəkaya deyin, gətirsinlər. Ya bizə deyin, göndərək Zəkaya, gedin götürün. Axır ki, tapdım. İndi Müşfiq Abbasovun Şeytan Simasını oxuyuram. Onu tutarım, keçəcəm buna. Golden Roza girmişdim. Qəşəng bir ürünəni aldım, baxın. Qız orada dedi ki, tərtəmizdir bizim bu şeylər. Mən özüm vizajistim, studiyamız var. Yəni vizaj da edirik. Yoruq şey edirik. Üzümə sisi filan çəkdi. Rümyana çəkdi. Altdakı rümyana çəkdim. Bir də üstdəki bilməmiş. Gözüm yaxşı görmür buradan. Başqasını alacaqdım, amma onu aldım. Gələn dəftə obursun rəngini alaram. Bu belə persikli, şaftalı rəngində belə qəşəng. Həm bronzer oxşuyurdu, həm rümyanaya da, yəni blush. Ənlik. Həm də ənlik. Türklər allıq deyir, ənliyə oxşuyurdu. Həm də bronzer oxşuyurdu, bronzator. Orada konfetlər yeri var, Malina. Görürsünüz, oradan aldım. 21 manat 70 qəpiklik yeni konfet aldım. Ustayam, görün nə qəşəng gecə paltarlar var. Buna vəhşi bayıldım. Qiymətli. 41.90. Bu da qəşəngdir. Bu da 41.90'dır. Baxın. Burada hələ bantika da var. Boyundan vurmağa ya belinə. Buna belə var. Çox bəyəndim, amma məncə balaca razmerdir. Kətan. Bu da ucuzdur. Çox da bahalı deyil. Qəşəngdir. Dvoykadır.
29 manat 90 qəpik sarafanda üstündən köynək. Sarafandan da xoşum gəldi. Ucuz deyil. Ucuz olmağına 25 manat, yəni 24 manat 90 qəpik, amma məncə dar olar, standart razmerdir. Standartdır. Qəşəng tamam.